Eldar Bey buyurun. Yok, ben konuşmayacağım. Siz buyurun. Elbette bir felek buradan mikrofonu getirin. Yok, lazım değil. Səsim yetişər. Demək ki, Güney məsələsi ilə bağlı, təbii ki, biz gələcəkdə daha geniş konferanslar və konkret konferanslar geçirməyimiz lazımdır. Mən Ceyhun Bəyin sözlərinə diqqətlə qulaq asdım. Sözlərində əlbəttə gerçəkliklər var, yoxdur deyil. Amma Güneyin məsələsi ilə bağlı, xüsusilə Güneyin milli hərəkatı ilə bağlı, demək ki, daha çox kitabı danışmaq, teorik danışmaq, daha çox demək olar ki, əzbərlədiyimiz sözləri tikər-tikər danışmaq bir rahəl deyil, yəni həll yolu deyil və bunu daha çox təcrübəyə dayanaraq söhbət eləməyimiz lazımdır. Ona görə də bu məsələ ilə bağlı mən gələcəkdə xüsusilə Ceyhun bəylə birlikdə, yəni bir münazirə keçirməyə və fikirlərinin doğru olmadığını, fikirlərinin daha çox şüar olduğunu və eyni zamanda demək ki, yaşadığı dostluq mühitindən təsir almış durumda danışdığını irəli qoyacağım. Təbii ki, Ceyhun bəy də bu məsələ ilə bağlı öz demək ki, cavablarını verirsə çox-çox istəyirəm. Mən bu qədər, daha başqa.